Arkadaşlar buradan Azerbaycan vatandaşlarıyla aile kurmayı, evlenmeyi düşünen Türk vatandaşlarına sesleniyorum. Bir daha düşünün, bir daha düşünün, bir daha düşünün. Arkadaşlar bakın 5 yıl Azerbaycan'da, Nahçıvan'da yaşamış biri olarak konuşuyorum. Onlarca arkadaşımız Azerbaycanlı kızlarla evlendi ve hiçbir tanesi ailesini devam ettiremedi. Yani onların kültürüyle, onların yaşantısıyla, onların anlayışıyla, onların hayata bakışıyla Türkiye vatandaşlarının hayata bakışı çok farklı. Anlaşamıyorlar bir türlü. Mesela benim bir arkadaşım vardı. Evlendiğinin ikinci, üçüncü yılında boşandı. Neden diye sorduk. Ya diyor her sene mobilyaları değiştirelim diye tutturuyor diyor. Ben nereden bulacağım o kadar parayı diyor. Maraş'tan bir arkadaşım vardı. 2-3 tane çocuk sahibi oldular. Geçenlerde duydum boşanmışlar. Ondan sonra bir Bakü'den evlenen bir arkadaşım vardı. Bir sene bile durmadan ayrıldılar. Yani o bölgenin insanıyla, o kültürden gelenlerle Türkiye insanı anlaşamıyor. Hamza Duru, bizdə Duru sabuna deyirlər. Siz buraxırsınız o sabunu. Sənin elə sabunun qurtarıb deyə o qız səndən uzaqlaşıb, ayrılıb. Həmin o dediyin o Naxçıvanlı qadın var ha. Birincisi mən sənə bir Azərbaycan vətəndaşı kimi mən sənə deyirəm. Ümumi Azərbaycan qadınları haqqında danışma, sənin dilini kəsib özünə yedirdərlər. Bax, gəl mən sənə izah eləyim sənin deyə başına bu işlər gəlir. Sənin və digər o biri Türkiyə vətəndaşlarının. Mən ümumi şamil eləmirəm. Burada Azərbaycanda yaşayan mərfətli, qanacaqlı Türkiyə vətəndaşları var ki, gözəl ailə qrupları, hətta mənim tanıdığım qonşuluqda da var. Bir Yüksel abi var, hansı ki gözəl bir ailə sahibidir, gözəl ailə başçısıdır və ona da Azərbaycanlı, ləyaqətli, qeyrətli bir Azərbaycan xanımı ona xidmət eləyir. Öz həyat yoldaşı kimi başının üstündə tutur və ona yetərincə xidmət eləyir. 50-dən yuxarı yaşı var. Baxırsan cavan oğlan oxşuyur. Təbii ki, ona Azərbaycan qadını xidmət eləyir və o cürə də saxlayıb. Allah onları xoşbəxt eləsin və onun timsalında da bütün o Türkiyə vətəndaşları hansı ki kişi qeyrəti ilə ailə qurmaq məqsədi ilə Azərbaycan qadını ilə ailə qurubsa, Allah hamısını xoşbəxt eləsin. Onları çıxıram qırağa. Hamza Duru, sən bilirsən niyə sən başına o işlə gəl? Mən sənə izah verim. Səni kimlər gəlirlər Azərbaycana müəyyən bir müqavilələrlə burada işlər qururlar və başlayırlar burada kimi tapmaq lazımdır. Burada oturum almaqdan ötürü, müəyyən bir asanlıqlara görə, müəyyən bir işlərini aşırtmaqdan ötürü Azərbaycan bir qadını tapmaq lazımdır. Və nə edirlər? Normalda maaş alırsınız maşallah. Allah özünüzə qismət eləsin. Gəlirsiniz, rakıdan, araqdan içirsiniz, pivədən içirsiniz, gedirsiniz, girirsiniz klublara. Klublarda da bir gün, 2 gün bir qızla münasibət qurursunuz və onu alırsınız özünüzə arvad eləyirsiniz. Və sonra da deyirsiniz ki, o arvad məndən sahib çıxmadı, o arvad məndən telefonlar tələb elədi, o arvad məndən bunu istədi, onu istədi. Hamza, o zaten orada pula paraya görə oturub da, səni neynəməli, sən qeyrətini çəkməli. Onun qeyrəti olsa o klubda olar. İkincisi, üçüncüsü, sən orada deyirsən Naxçıvanlı qadın, Naxçıvanda o qədər qeyrətli qadınlarımız var. Azərbaycanda o qədər qeyrətli qadınlarımız var. Sən nə vaxt düzgün bir yerdə özünə arvad axtardın? Sən və səni kimlər? Nə vaxt özünüzə bir düzgün yerdə arvad axtardınız? Özünüzə bir həyat yoldaşı axtardınız və tapmadınız. Azərbaycanda o qədər qeyrətli qadınlar var ki, səndə o qeyrət yoxdur. Yəni o cür qeyrət yoxdur. Sən get özünə, özün kimisini tap. Düz deyirsən, bizim bu kultural bəzi şeylər var ki, sizə uyğun gəlmir. Bizim qadınlarımız möhkəm kişiləri xoşlayır. Xoşlayır ki, kişi əlini stolun üstünə vursun, kişinin hökmü olsun. Səni kimi kişilər də var. Türkiyədə elə bizi kimi kişilər çoxdur. Amma səni kimi kişilər də gedir qadının başının üstündə bir əriyir, şam kimi əriyir və o da bizim qadınlara xoş gəlmir. Yəni sən birinci səhvi özündə axtar. Bir türk arkadaş var idi, sizin dildə desək. O deyirdi ki, mən ailəmi uşağımı atdım, burada Azərbaycanda bir qadınla tanış oldum. Bütün hər bir xərcimi çəkdim, ailəmi boğazından kəsdim, ona yedirtdim. Bir gün zəng elədim ki, hardasan? Dedi Qatarda. Deyir, mən də elə bildim ki, Qatarda harasa rayona gedir. Qatarda rayona gedir. Sən demə, bu qız bunun pulunla Qətərdədir, Qətər, Ərəbistanda. Birləşmiş Ərəb Əmirliklərindədir. Gedib orada istirahətə. Yaxşı eləyib, əcəb eləyib, ailəsinin boğazından kəsib gəlib burada hansısa bir orospuya, hansısa bir klub bar qızına yedirdəndə o da elə eləyəcək. Yəni ki, sən onu bil ki, ay Hamza, sən birinci özündə səhv axtar. Nə də ki, ümumi Azərbaycan qadınları haqqında danışma. Yəni yenə deyirəm, başın pis ağrıyar. Onun altından çıxa bilməsən Hamza. Mən burada 1, 2, 3, 5 Türkiyə görə, Türkiyəliyə görə mən ümumi Türkiyəni pisləyə bilmərəm. Sən də dilinə sahib çıx. Azərbaycan qadınları haqqında sənə heç kim ixtiyar verməyib ki, o sözləri deyəsən. Sənin danışığın, sən deyirsən ki, o məndən nə qədər, bizdən nə qədər pullar yeyir, sonra yəni ki, bizi bəyənmir. Səninki bir səndən oxşadır. Elə bil ki, buradan gedirsən Almaniyadan ili keçmiş, vaxtı keçmiş maşını gətirirsən, hansı ki, Almaniyada o sürülüb, gəlib indi burada işlədirsən və deyirsən ki, maşın yağ yeyir, maşın benzin yeyir, maşın
Falan şey eləyir, maşın xarabdır, maşın artıq mənə çox xərcə salır. Sən ki o da, sən sürülmüş, çapılmış, minilmiş arvadı klubdan gedib götürüb özünə arvad eləyirsən, o səndən nə tələb eləməlidir, nə etməlidir ki? Sənin də qeyrətini çəkməlidir. Orospu, mən indi bu gün gedim sizin Türkiyədə, İstanbulda Laləlidən gedim özümə İraq olsun, arvad axtarım. Alım sonra deyim ki, arvad mənə sahib çıxmadı. Kimdir burada pezəvənc? Ha? Yəni o zaten o klub qızları pezəvənc axtarır ki, pezəvənc qəbul eləsin bunu, özünə arvad eləsin və onun pulunu saxsın. Sən də onların qurbanı. Həmzə, ona görə deyirəm ki, ağlını yığ başına, ümumi danışma. Burada Azərbaycan qadınına xoşbəxt olan Türkiyəli qardaşlarımız var. Hansı ki, onlar bugünkü gün Azərbaycan xalqına da hörmət eləyir. Azərbaycan dövlətinin o sizin dildə desə kurallarına da riayət eləyir və Azərbaycan qadınını da xoşbəxt eləyir və xoşbəxtdirlər. Artıq bir 10 il, 15 illik ailə həyatı quran türk qardaşlar var burada. Yəni ona görə sən birinci o deyirsən ki, dostlarım getdi, arkadaşlarım getdi, aldı, onların da başına bu iş gəldi. Gedin özünüzə düzgün yolda arvad axtarın. Gedib klublarda, barlarda orospuları özünüzə arvad edib, sonra deməyin ki, bizə sahib çıxmadı. Allah Türkiyə, Azərbaycan qardaşlığını belə insanlara görə, yəni problem yaşatmasın. Allah xalqımızı, dövlətimizi qorusun.